Herkese salam. Bugün mən kebab istədim. Amma bir yandan da sağlam qidalanmalıyam. Düşündüm ki, mən nə eləyim ki, bu kebab istəyimi ört-basdır eləyim. Həm bina evindəyəm, həm sağlam qidalanmalıyam. Qərar verdim qaraciyərə. Qaraciyərin bilirsiniz ki, orqanizmimiz üçün, qanın artması üçün, qaraciyərimiz üçün faydaları bitməz tükənməzdir. Öncədən soğanda, pul biber, təbii ki, Naxçıvan duzu, bastırma eləyirəm bunları. Sonra belə çöplərə, gördüyünüz kimi çöplərə düşürəm. Belə. Və bu kebab qoxusu, kebab dadı almaq üçün bura kömür yerləşdirmişəm. Spralın bir tərəfinə. Birazdan bu olacaq. Əsl kebab. Əlbəttə ki, bunun bişmə şərti var da. Yəni ki, bu az bişməlidir. Bizim xeyrimiz üçün çox bişməli deyil. Həm yağsızdır, həm sağlam qidadır. Hər kəsə tövsiyə edirəm. Baxın, görün necə bişir bu. Əsl kebabdır. Bu üstünü yaradan mənim ona qoyduğum kömürdür. O kömür qızarandan sonra, o kömürün püf nöqtəsi odur ki, qızarandan sonra hardasa 1-2 damcı, 3 damcı kömürün qızaran hissəsinə duru yağ damızdırırsınız. Bax, belə möhtəşəm olur. Uşaq hazırdır nəticəmiz. Həm gözəl, həm dadlı, həm sağlam. Bol göyərti ilə, tərəvəzlə. Tərəvəzdən düzəltdiyim salatlarda indi seçim eləyirlər kim necə yeyir. Məsəl üçün, mən salatlarda duz istifadə eləmirəm. Duz əvəzinə təbii alma sirkəsidir. Təbii süzülmüş zeytun yağıdır. Nuş olsun hər birimizə, göz haqqınızı halal eləyin.